Şimal-qərb bölgəsindən axan dağ çaylarında ilin müəyyən aylarında sel gəlməsi müşahidə olunur ki, bu vəziyyət may ayının son günlərində Şəki rayonunda özünü göstərib. Güclü yağan leysan yağışlar nəticəsində yaranan sel suları yaşayış məntəqələri və əkin sahələri üçün əsl təhlükə deməkdir. Bu təhlükənin qarşısının alınması üçün gərək vaxtında qabaqlayıcı tədbirlər görülsün. Hazırda bölgənin ən böyük rayonu olan Şəkidə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Şəki Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi tərəfindən sel və daşqınlara qarşı mübarizə tədbirləri davam edir. Xüsusən bu yağan yağışlar rayonun Şin çayı, Quru çay və Zəziz çayında xeyli fəsadlar törətmişdir. Bizim əvvəlcədən, yəni tədbirlər planına uyğun olaraq gördüyümüz tədbirlərin nəticəsidir ki, ətrafda o qədər də problem olmamışıq. Yəni yaşayış məntəqələrinə, əkin sahələrinə o qədər də ziyanlıq dəyməmiş. Amma çayda gördüyümüz işləri, deməli, əvvəlcədən gördüyümüz çay məcra təmizləmək işləri demək olar ki, tamamilə yenidən sel, deməli, gətirmələr hesabına yenidən çayı doldurmuşdur. Bölgədə bolsulluğu ilə seçilən çaylar çoxdur. Bunların əksəriyyəti Şəki rayon ərazisindən axıb keçir. Sel sularının ən çox müşahidə olunduğu çaylarsa Şin, Quru çay və Zəyzid çayıdır. Şin çayında sel suları o qədər güclü olub ki, lil qatı və digər gətirmələr bəzi hissələrdə mühafizə bəndləri ilə bərabərləşib. Zəyzid çayda isə sel suları kənddə içməli su sisteminə ziyan vursa da problem idarə tərəfindən tezliklə aradan qaldırılıb. Bu ilin may ayının 24-də Şəki rayonunun Başsəhət kənd ərazisinin dağlıq hissəsinə leysan yağışlar yağmış. Həmin yağışlar zamanı Zəyzid çay massivinə lil qatı gəlmiş. Bu lil qatı son 30 ildə görülməmiş bir hadisədir. Bu lil qatı gələrkən Zəyzid çay massivinin aşağı hissəsində qoruyucu bəndlər olmayan hissələrdən Başsəhət və Vələcək kəndlərinin torpaq sahələrinə daxil olmuş. Xoşbəxtlikdən kənd sakinlərinin fərdi yaşayış evlərinə, həyətyanı torpaq sahələrinə, sakinlərimizin əmlaklarına ziyanlıq dəyməmişdir. May ayının axırında yağan yağışlar nəticəsində çaya gələn su, çox su nəticələrində bizim İnkəzunut əkin sahələrini su basmışdır. Şəki şəhərinin su meliorasiya idarəsinə öz təşəkkürümüzü bildirdik. Ağır texnikalar veriblər. Gecə, gündüz ağır texnikalar işləyir və qarşısını alırlar. Onlara çox təşəkkür edirik. Əgər texnikalar işləməsə, əgər bu bizə köməkçi olunmasa, sahələrimiz suyun altında qalır və heç bir əkin sahələrindən istifadə etmək çox mümkün deyil. Bildiyimiz kimi Başgöyünlük kəndi, indi biz Başgöyünlük kəndinin ərazisindəyik. Başgöyünlük kəndi sağdan Şin çayından, soldan Quru çayından əhatə olunur. Bu ilki yağan sel yağışlarının nəticəsində çox böyük sular gəlmişdi. Dövlətimizin qabaqlayıcı tədbirləri nəticəsində texnikalar çaylarda işləmiş və qabaqlayıcı tədbirlər görülmüşdü. Bunun nəticəsində ərazimizdə yerləşən əkin sahələrinə ziyanlıq dəyməmişdi. Şəki Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin baş mühəndisi Nüsrət İsrafilov bildirir ki, Zəyzid çaydan may ayının sonlarında keçən sel həmin çayda son 30 ilin ən güclü seli olub. Lakin buna baxmayaraq idarə tərəfindən əvvəlcədən görülən tədbirlər və dərhal operativ göstərilən reaksiya təhlükənin qarşısını alıb. Hal-hazırda biz Şəki rayonunun Zəyzid kəndi ərazisindən keçən Zəyzid çaya baxış keçiririk. Bildiyiniz kimi may ayının 24-də axşam saatlarında yağan güclü leysan yağışları nəticəsində rayonun bəzi çaylarına sel gəlmiş. O cümlədən hal-hazırda olduğumuz Zəyzid çayında da son ilin 30 ilində görünməmiş bir sel əmələ gəlmiş. Nəticədə bəzi fəsadlar yaranmışdı. Hal-hazırda göründüyü kimi Zəyzid çayda texnikalar işləyir, yaranmış fəsadları aradan qaldırılır. Qeyd edək ki, növbəti aylarda güclü yağışlar nəticəsində baş verə biləcək sel təhlükəsinin qarşısını əvvəlcədən almaq məqsədi ilə rayon ərazisindən axan dağ çaylarının ən təhlükəli hissələrinə idarənin bütün texnikaları cəlb olunub.